baş verən hadisələr bizi bir daha düşünməyə vadar edir. Hər zaman bizim verişlərimizin sizinlə olan xüsusilə konteksti Türk Dövlətləri Təşkilatı çərçivəsindən, prizmasından məsələlərə yanaşdığımız üçün bugün verilən açıqlamaların da məğzi mahiyyəti bizim üçün son dərəcə əhəmiyyətlidir. Müəyyən incirlər oldu və sərvəlaxı bu kimi hadisələr baş verdi. Ancaq şübhəsiz ki, Qazaxıstanın, ümumiyyətlə Türkistan coğrafiyasının Rusiya işğalına məruz qalması ehtimalı bizi narahat eləməyə bilməz. Sergey Lavrovun bu açıqlamalarını biz necə anlamalıyıq? Dəvət üçün bilirsiniz, bu məsələ toxunduq. Əslində Türk Respublikalarının Yunan Kiprin tanımaq məsələsindəki bir ürəkbulandırıcı məsələ bizim hamımızı təbii ki narahat elədi. Amma onun bir obyektiv səbəbləri də var idi. Bu səbəblərdən birisi bizim indi Türk Dövlətləri Təşkilatının fəaliyyətində yaranan boşluq hesab edir. O nədən ibarətdir? Bax ki, Orta Asiya Türk cümiyyətlərinin atdığı addımın səbəblərinin birisi ölkə investisiya yatırılması məsələsidir. O investisiyanı Türk Dövlətləri Təşkilatı özü yatırmaqla bağlı ciddi qərarlar ala bilər. Məsələn, Qərb əsasən gözünü Qazaxıstanda, Özbəkistanda olan yeraltı sərvətlərə dikibdir. Xüsusən lityuma, urana tikibdir və müasir dövrdə bu enerji qaynaqları olduqca əvəzsizdir. Mən hesab edirəm ki, Türkiyədə də dünyanın ən zəngin kobalt yataqları vardır. Türkiyə və Orta Asiyada Türk Respublikaları özümüz bu yeraltı sərvətlərin xamma şəklində və yaxud da yarım fabrikat şəklində saxlamağımız, istehsal eləməyimiz vacib şərtlərdən biridir. Mən bunu bu yaxınlarda meydada ifadə elədim, bir daha ifadə eləmək istəyirəm ki, mən bugün düşünürəm ki, nə qədər bu fikir bəlkə riskli ola bilər, bəlkə qəribə gələ bilər kimlərəsə. Türk Dövlətləri Təşkilatı başda Türkiyə olmaqla nüvə enerjisindən istifadə ilə bağlı olaraq növbəti addımlar atmalıdır. Özünün atom silahının istehsal eləməklə bağlı çabalar göstərməlidir. Onun üçün əlimizdə xammal vardır və Akkuyuda da artıq müəssisə tikilir ki, bunun üçün ilkin uranın zənginləşdirməsi üçün istifadə etmək mümkündür. Yəni, məsələnin biri bu, yəni investisiya qoyuluşunu özümüz edib o yeraltı sərvətləri özümüz götürə bilərdik. İkinci, Türk Dövlətləri Təşkilatına daxil olan Orta Asiya cümhuriyyətləri özünün təhlükəsizliyini qarantiya almaq üçün bu addımı atdılar biraz da. Çünki onlar həm Çin ekspansiyasından ehtiyat edirlər, həm Rusiyadan ehtiyat edirlər və sizin fikrinizin müqəddimə hissəsində bu məsələyə toxundunuz. Mən indi bu sualı tamamlayacağım o Lavrovla bağlı məsələ. Bu çağırışlar varkən Rusiya təhdidi də dəyişilmir. Üstəlik də Əfqanistanda Talibanın iş başına gəlməsindən sonra və nəzər alsaq ki, uzun illər əvvəl də İslamcı dəstələr adı altında Orta Asiya Respublikalarına, Türk cümhuriyyətlərinə müdaxilələr olmuşdu, istəklər vardı. Hətta bizim Azərbaycanda belə bir kərimə dövlətidir, nədir, belə bir şey yaratmaq hətta iddiasına qədər irəliləklər bunlar. Ona görə məncə bu respublikalar daha çox bu məsələdə ehtiyat edib, Avropa İttifaqının burada investisiya qoyması və o investisiyasını özünün qoruması naminə bu respublikaları Çinin təhdidindən və Rusiya təhdidindən qorumaq məsələsini nəzərə alaraq bu adım atdılar. Mən onların Yunan Kiprini tanımağını bəraət qazandırmaq məqsədi ilə bunu demirəm. Dediyim budur ki, biz bu məsələdə yanlışı naxışa çevirmək taktikasından istifadə eləməliyik. Onları buna vadar eləyən amilləri aradan qaldırmalıyıq və imkan verməməliyik ki, soyuqluq yaransın. İlk soyuqluqdaca Rusiyanın Xarici Nazirinin belə davranması onu göstərir ki, onlar bizim Türk Respublikalarının hər hansı birinin ayağının bir balaca sürüşdüyü vaxtda onu əzməyə, gölqurtma üsulundan bu respublikaları yenidən özünün cənginə keçirməyə çalışacaqdır. Mən bunu ona görə izaha giriş hissəsində biraz əlavə verdim ki, Lavrovun fikri yersiz deyil, əsassız deyil, göydən düşmə deyil və Türk Respublikalarının da ehtiyat eləməyinin də əsası var. Bu məsələdə xeyli əvvəl Qazaxıstanda ki, bir hərbi çevriliş eləmək cəhdi ki, olmuşdu bir neçə il əvvəl, xatırlayırsınız. O vaxtları hakimiyyət dəyişikliyi olsa da, orada deyək ki, Rusiya istəklərinə nail ola bilmədi və ordusunun yeri çəkdi, amma daxil olmuşlar artıq Qazaxıstan. Bugün Lavrovun elə ifadələr işlətməsi Qazaxıstanın timsalında digər postsovet məkanlarına da əslində ultimatum verməkdir. Yəni, prinsip etibarla Tokayev dövlətlərin müqəddəratının mühüm olduğunu, üstün olduğunu dediyi halda, Lavrov millətlərin özünün
müqəddəratı təyin etməyə daha üstün bir prinsip kimi ortaya qoymağa çalışmaqla əslində işarə eləmək istəyir ki, Qazaxıstanın şimalında olan Rus toplumu var. Günün birində onlar özlərinin müqəddəratını təyin etməklə bağlı çağırış edəsələr, Rusiya konstitusiyasında da hər hansı bir yerdə Rus toplumu yaşayırsa, Rusiyanın onlar hüquqları pozularsa və yaxud da təhlükə yaranarsa, ora müdaxilə etmə imkanlarını nəzərdə tutulur. Bunu nəzərdə tutmaqla Qazaxıstana müdaxilələri nəzərdə tutulur. Əslində, xatırlayırsınızsa, uzun illər əvvəl Putin də Qazaxıstanın ünvanına bir sərsəm bəyanat vermişdi ki, Qazaxıstan adlı dövlət ümumiyyətlə olmuyordu, bura Rusiyadır. Amma Qazaxıstan tərəfdən də o vaxtları Nazarbayevin timsalında ciddi şəkildə təpki verilmişdi ki, Qazaxıstan dövləti olanda heç Rusiya adlı bir dövlət yox yer üzündə ümumiyyətlə. Yəni bu Lavrovun işlətdiyi ifadə əslində yeni işğalçılıq dönəminin, yeni imperiya yaratma dönəmi üçün nəzəri bazanın hazırlanması, bu çağırışlarla bir ictimai şuuru hazırlamağa da xidmət edir və mən yenə deyirəm, bu təkcə Qazaxıstana deyil, bütün postsovet məkanına ünvanlanıb. Amma unudurlar ki, əgər millətlərin taleyini özü həll etmə prinsipi dövlətlərin öz müqəddəratını təyin etmədən üstün olarsa, Rusiya unutmasın ki, çox millətli bir respublikadır. Orada bir çox xalqlar, o cümlədən xeyli Türk xalqlarının hətta muxtariyyət halında Tatarstan, Başqistan, başqaları orada mövcuddular və əgər o öz müqəddəratını təyin etmə olsa, onda Moskva ətrafında kiçik bir Rus icmasının muxtariyyət şəklində qalıb qalmayacağı belə sual altında düşə bilər. Ona görə mən hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvlərinin Yunan Kiprlə bağlatdığı addımı çox da onların üzünə gəlmədən sadəcə olaraq may ayının 22-sindəki bir Türkiyədə qeyri-formal toplantı olacaq Türk Dövlətləri Təşkilatının rəhbərləri. Orada bunun çıxış yolu tapmalı və bundan sonra bu məsələləri koordinasiya eləməli, vəziyyəti belə gətirib çıxaracaq səbəbləri aradan qaldırmalıyıq və o əvvəlki kimi möhkəm birlik yaranmalıdır ki, Lavrov kimi tiplər bu məsələlərdən istifadə edib sərsəm bəyanatlarla çıxış eləməsin. Həqiqətən, hörmətli Fərəc bəy, bu açıqlamanı heç cür səmimi qəbulləmək mümkün deyil. Bildirir ki, xalqların öz müqəddəratını təyin etmək vacib məsələdir. Elə olduğu təqdirdə Tataristanda prezidentlik institutunu niyə ləğv etdiniz və yaxud da Tataristan başda olmaqla Başqırdistan, daxildəki digər dövlətlər, Dağıstanı, Çeçenistanı, bu xalqlar həbsxanasını biz nəyə borcluyuq? Bu suallar verilməyəcəkmir Sergey Lavrova. Doğrudur, doğrudur. Təbii, mən də o məsələdə bir ötəri toxundum ki, Rusiyanın özünün əgər belə bir müddəanla yanaşma olarsa, təkcə Moskva ətrafında kiçik bir yerdə Rus icmasından başqa bir şey qalmaz. Bütün Rusiya ərazisində Sakhadan tutmuş, Yakutiyadan tutmuş, ta qərb hissələrinə qədər müxtəlif Türk etnosları özlərinin kompakt şəkildə yaşayıblar, bəzilərinin muxtar dövlətləri vardı. Başqa orada azlıqlar da yaşayırlar. Ona görə bu məsələ onlar bilirsiniz. Necə ki, demokratiyanı dünya ixrac edən dövlətlər, demokratiya hər yerdə olmalıdır, bizdən başqa şüarla çıxış edirlər. Bunlar da eyni prinsiplə yanaşırlar ki, bizdə xalqların öz müqəddəratı məsələsi olmamalıdır. Bizdə dövlətin müqəddəratı əsasdır və başqa yerlərdə isə xalqların, millətlərin müqəddəratını təyin etməsi əsasdır. Və bunlar ekspansiya üçün, yeni işğallar üçün, SSR tipli bir imperiyanın bərpası üçün bazı hazırlamağa çalışırlar. Amma mənə elə gəlir ki, bu məsələ artıq çoxdan bitibdir. Rus imperiyasının taleyi qısa müddətdə həll olunmaq üzrədir. Son vaxtlar baş verən hadisələrə baxmayaraq ki, biz sizinlə bölüşürdük bəzi fikirlər ki, o Trump təzə başlayanda biraz narahatlıq yaranmışdı. Amma məncə o narahatlıqlar da aradan qalxmaq üzrədir və Ukrayna tərəfi məncə Rusiyanın lazım olan səviyyədə cavab verəndən sonra Lavrovun belə iddiaları artıq tarixin zibilliyinə gedəcək. Heç bir əhəmiyyət daşımayacaq.